Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarında olduğu zaman Trumpa söz vermişdi ki, Azərbaycanda saxlanılan o erməni cinayətkarlarını azadlığa buraxacaq. İndi sözün üstündə durmalıdır. Trumpdan qorxur. O Azərbaycan xalqından qorxmur, Trumpdan qorxur və yeri gələndə Putindən qorxur, yeri gələndə ondan qorxur, bundan qorxur. Azərbaycan xalqından isə o qorxmur. Çünki deyir ki, mənim xalqım səssizdir, dinmir, mənə qarşı etiraz etmir və bir neçəsinin 4-ünü Xocalı qatillərini azadlığa buraxır, verir Ermənistana. Digərlərini o Ruben Vardanyan, Araturyan və s. onlara isə zəmin yaradır. Xalqın nəbzini yoxlayır. Biz indi etirazlar etməsək, biz şikayətlər etməsək, sosial şəbəkələrdə buna reaksiya bildirməsək, ardı da gələcək. Mən illəl-əbəd ömürlük müharibənin tərəfdarı deyiləm. Mən də istəyirəm ki, Ermənistandan sülh olsun. Amma mən istəyirəm ki, ilk öncə İlham Əliyev, Mehriban Əliyeva bu ailə hakimiyyəti Azərbaycan xalqından sülh bağlasın. Necə olur ki, mən xalqın, vətəndaşların dərdlərini dilə gətirdiyim üçün, İlham Əliyevə bu xəbərləri çatdırmaq istədiyim üçün, xalqın səsi olduğum üçün mənə 14 il həbs cəzası verir qiyabidə, mənim arxamca killerlər göndərir öldürtmək üçün, başqalarının arxasınca killerlər göndərir öldürtmək üçün, xaricdə olan vətən fədailərinə haqqı dediyinə görə cəzalandırır, onlara da həbs cəzaları verir. Amma Xaçaturyanları, Xocalı qatillərini, nə bilim 3000 şəhidimizə qanına bais olanları buraxır, Ermənistana göndərir. Hanı bu ədalət? Bu humanizmi niyə vətəndaş bəs görmür? Niyə biz görmürük?